məktəbimizdə oxu günü böyük təntənə ilə qeyd olunur. Bugün də məktəbimizin şagirdləri oxu günü münasibəti ilə tədbir hazırlayırlar. Bilmirəm, gün düşürdüm Hamınızı mən. tədbirə baxmağa dəvət edirik. Hə, saxla. Ben gidip meselemi kurtarmalıyım. Madem düşmeye bestir. Ha 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 ha. Kimdir melekler? Kimdir medresalar? Sen bizi okumamısan. Sen bensiz heyvanlardan ne soruşacaksın ki? Göz gözü hardan kesip hardan gelir. Ben neyim göz çosanı? Eğer beni okumazsan daşların dilini necə biləcəksən? Ben neydim daşların dili? Sən eğer beni okumazsan hardan biləcəksən ki göz çosa haradan keçib haraya gedir? Ben onun yolunu bilirim. Təxmin edirlərəm. Eğer sen beni okumasan hardan biləcəksən ki getdiyin yolu hardan biləcəksən ki? Sen bana məntiqsiz değilsen. Hə deyirəm. Onda çıxın gedin. Mən öz biliyim bəsdir. Bir kəməri sal görək, elimlisən yoxsa yox. Ha 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 ha. Salınmırmış, siz düz deyilmişsiniz. Üzr istəyirəm, getməyin, qayıdır. Gördün eğer sen bizi okumadın çəmən sənə verilmez. Yaxşı, sizi oxuyacağım, amma həqiqdən də düz mü deyilsiniz? Düz deyil, bizi oxusan eğer çəməni belinə taxa biləcəksən. Yaxşı, onda oxuyacağım. Əgər bir yerə vara bilmədim, onda sizinlə görüşəcəyik. Görüşərik. Yaz geldi. Bak neler çizilmiş, artık yazılmış. Bütün kitapları okudum. Bak, indi kəməri sal. Üzüyü bu tarafa çevir. Oldu, kəmər məndə qalabildi. Çox sağ olun. Siz düz deyilmişsiniz. Mikrofon alalım. Siz düz deyilmişsiniz. Çox sağ olun. Artıq mən gedib vətənci qurtara bilərəm. Git onu kurtar.
həyatım.